Salam əziz dostlar, hamınızı bir daha Böyük Pullar kanalında xoş gördük. Bugün də mən sizə həmişə olduğu kimi internetdən pul qazandıran növbəti bir saytla tanış edəcəm. Videoya başlamazdan qabaq onu demək istəyirəm ki, kanala abunə olmağı unutmayaq. Abunə olaq ki, gələcəkdəki videolardan da xəbərdar olaq. Və eləcə də baxdığımız videonu mümkünsə sosial şəbəkələrdə öz profillərinizə paylaşın ki, digər dostlarımız da xəbərdar olsun. Belə əziz dostlar, bugün sizə tanış edəcəyim saytın adı Globus Interdir. Hansı ki bu proyekt haqqında artıq bir dəfə video çəkib yerləşdirmişəm kanalımda. Lakin bu qeydiyyat prosesi ilə bağlı və eləcə pul çıxartmaqla əlaqədar olaraq çoxlu suallar gəldiyi üçün növbəti dəfə bu Globus Inter proyekti haqqında video çəkmək qərarına gəldim. Belə əziz dostlar, bu saytın əvvəl üstünlüklərini deyim. Üstünlükləri nədir? Üstünlüyü odur ki, bu saytda bircə dəfə qeydiyyatdan keçirsiniz, proqramı telefonunuza və yaxud da kompüterinizə yüklüyürsünüz. Daha sonra heç bir reklam tıklamayacaqsınız, heç bir reklama baxmayacaqsınız, heç bir şey etməyəcəksiniz. Sadəcə qeydiyyatdan keçirik, proqramı telefonumuza yüklüyürük və yaxud da ki kompüterə, fərqi yoxdur. Mən telefonu yükləməyə daha üstün tuturam. Belə, proqramı yüklədikdən sonra heç bir etmirsiniz və hər gün necə deyək, reklamlar siz reklama getmirsiniz, reklamlar öz sizin telefonunuza və yaxud da kompüterinizə gəlir. Yəni belə əziz dostlar, yəni proyektin necə deyirlər, əsası bundan ibarətdir. Belə əziz dostlar, qeydiyyat linkini aşağıda yerləşdirmişəm. Linkə daxil olub qeydiyyatdan keçirik. Qeydiyyatı bu gün sizə sıfırdan olaraq başa salacağım. Qeydiyyat necə baş verir? Belə əziz dostlar, dediyim kimi aşağıda videonun altında qeydiyyat linkini yerləşdirmişəm. Linkə daxil oluruq. Linkə daxil olanda belə bir səhifə açılacaq. Bu səhifədə gördüyünüz kimi burada Nasat Zarabatvat var. Bunun qarşısında baş postov adres. Buraya e-mail və yaxud da Gmail ünvanımızı yazırıq. Yazandan sonra Nasat Zarabatvat var. Dediyim kimi bu hissəyə yazırıq. Bu hissəyə Gmail və yaxud da e-mail ünvanımızı yazırıq. Daha sonra Nasat Zarabatvat. Bunu tıklayırıq. Bunu tıklayandan sonra mən bir yaxınlarda bir dostum üçün qeydiyyatdan keçdim və onu screenshot edib yada saxladım ki, digər dostlarımıza da göstərə bilim. Belə. Deməli, Nasat Zarabatvat vuranda sizi belə bir səhifəyə göndərəcək. Bu səhifədə Gmail və yaxud da e-mail ünvanı göstərilir və s. Yəni, həm də yazılır ki, 3 dəqiqə müddətində sizə məktub gəlməlidir Globus Interdən. Əgər gəlməsə, Atpravit Yeşo var. Bunu tıklayıb bir daha göndəririk. Göndərməsini tələb edirik. Böyük ehtimalla məktub gəlir çatır. Məktub gələndə belə bir daxil olsunuz. Mən hazırda dostuma Gmailindən qeydiyyatdan keçirtdim onu. Belə, Globus Inter gördüyünüz kimi məktub gəlib. Həmin məktuba daxil oluruq. Məktuba daxil olanda belə bir səhifə açılır. Belə bir səhifədə gördüyünüz kimi. Burada sizin poçtov adres, yəni hansı Gmail ilə və e-mail ilə qeydiyyatdan keçmişsinizsə, yəni elektron poçt ünvanı ilə həmin ünvanı göstərir və eləcə burada parol göstərir. Mən hal-hazırda onu silmişəm, yəni heç kim görməsin. Paroldan istifadə etmək, bu Gmailinizi və yaxud da e-mailinizi həm də login kimi istifadə, görürsünüz ki, mörtəzi yazıb login, həm də login kimi istifadə edə bilərsiniz. Yəni loginə buradakı e-mailiniz və yaxud da Gmaili yazırıq, parol da özü burada verir sizə. Həm parol da yazırıq ki, səhifəmizə daxil oluruq. Əvvəlcə bunları etməmişdən qabaq burada göy yazı olan hissə var. Bunu vururuq ki, yəni təsdiqləyirik ki, biz bəli, daxil olduq, məktubu oxuduq. Bunu tıklayanda daha sonra bu göy yazılı olan hissəni tıklayırıq. Bunu tıklayırıq, daxil oluruq, belə bir səhifəyə gətirib, üzr istəyirəm. Belə bir səhifəyə bizi yönləndirəcək. Bu səhifədə gördüyünüz kimi yazılıb ki, profilinizin 50%-i dolub, 50%-i qalıb. Burada profil olan hissəyə tıklayırıq və yaxud da burada vaşı danni var. Bu hissəyə tıklayırıq, yəni fərq yoxdur. Buradan da vura bilərik, burada vaşı danni. Burada tıklaya bilərik. Burandan sonra sizi belə bir səhifəyə yönləndirəcək. Burada personalını, yəni ümumi məlumatlardır. Adınız, familiyanız, doğum tarixiniz və burada gendir. Yəni ki, cinsiniz, kişi və yaxud da qadın olduğunuzu müəyyəndir. Burada login və yazılıb Vibrator login. Yəni burada siz login seçə bilərsiniz. Yəni bu mütləq deyil. Mən məsləhət görürəm ki, seçməyin. Çünki hər birisi login yaddan çıxarda bilərsiniz. Login kimi həm elektron poçt ünvanından istifadə edin. Parolunuzu da dediyim kimi verib. Nə ehtiyac yoxdur buna. Daha sonra bu səhifəni aşağı düşürük. Aşağı düşəndə kontaktları göstərir sizə. Skype-dır, telefondur. Əgər sosial şəbəkələrdə ünvanınız varsa onu daxil. Yəni bunlar məcbur deyil. Elə də məcbur deyil bunları daxil etməyiniz. Daha sonra finans, yəni aşağı düşürük finans olan hissəyə. Burada dediyim kimi əziz dostlar, WebMoney var, PayPal var, Visa var, Perfect Money var. Hal-hazırda dediyim kimi əsasən
WebMoney-dən istifadə edirik. Azərbaycanda yəni PayPal-a pul göndərəndə gəlib çıxmır. Əsasən pul WebMoney hesabı ilə, necə deyirlər, ödəmələr WebMoney vasitəsilə yerinə yetirilir. Əvvəllər burada euro ilə ödəyirdi, amma artıq dəyişiblər, dollar ilə ödəyirlər. Burada WebMoney hesabınızda Zcash-lokunuz olur. Yəni WebMoney bilənlər bilir, bilməyənlər üçün deyim, yəni WebMoney-də Zcash-lok olur. Yəni dollara əsasən həmin hesaba gəlir. Zcash-lokunuzu burada daxil edirsiniz, sağ rəng vurursunuz. Hər bir şeyi daxil edəndən sonra dediyim kimi bunları və yaxud da ki bunları daxil edin, sağ rəng vurun. Belə dostlar, yəqin ki burada anlaşılmayan bir şey qalmadı. Danlarınızı daxil elədiniz. Üzr istəyirəm. Danlarınızı daxil edirsiniz. Daha sonra daxil olun, mən öz profilimdə sizə göstərim. Burada Zagruska var. Zagruska olan hissəyə daxil oluruq. Zagruska olan hissədə burada Windows 7, 8, 10 üçün, Windows XP üçün, Android və eləcə iOS, yəni iPhone-lar üçün də necə deyərlər, proqramlar var ki, yüklənmə olur. Yəni sizdə indi hansısa kompüterə yükləmək istəyirsinizsə, burada Windows əməliyyat sistemlərindən birini seçirsiniz. Məsələn, sizdə Windows 7-dirsə, buranı ustanav seçəcəs vurub, buradan necə deyərlər, buradan yüklüyorsunuz və yaxud da Windows XP-dirsə, buradan ustanav seçəcəs vurub, buradan yüklüyorsunuz. Mən Android yüklədim, Android-də buradan yüklənmədim. Daxil olun Play Market-ə. Play Market-ə daxil olanda orada Globus Inter yazıb axtarın. Globus Inter yazan kimi elə çıxacaq. Onun çox elə bir tutum da tələb eləmir. Çox balaca bir bilməm 5-10 çoxdan maraqlanmadım. 5-10 megabayt olmalıdır. Nəsə belə bir şeydir. Tutumu var həmin proqramın. Android daxil olsunuz Play Market-ə. Play Market-də Globus Inter yazan kimi çıxacaq proqram. Telefonunuzu ustanovka eləyin. Elədikdən sonra siz fərq yoxdur. Kompüterinizə necə deyirlər, yükləyə bilərsiniz. Yüklədikdən sonra sizə telefonunuza və yaxud da kompüterə yüklənmişsə kompüterinizə tez-tez belə reklamlar çıxacaq. Tez-tez deyəndə yəni gün ərzində baxır. Elə gün olur, çox olur. Elə gün olur, heç olmur. Elə gün olur, lap az olur. Yəni mən məsləhət görürəm ki, telefona yükləyəsiniz. Nəyə görə telefon? Çünki bu dəqiqə telefonlar demək olur ki, hər birimizin hara getsək telefon üzərimizdə olur. İnternetdə açıq olur və yaxud da kafeyə getdik, restorana getdik, hər hansı bir qonşuya getdik, hara getdik. Hər yerdə Wi-Fi var demək olar ki. Yəni telefonlarda pastayanlı internet açıq olur. İnternet açıq olduğu üçün də sizə reklamlar gəlir. Belə əziz dostlar, yəni kompüterə yükləməyi mən məsləhət görmürəm nə mənada. Çünki hər dəqiqə kompüter yanımızda olmur. Amma telefon hər dəqiqə üzərimizdədir. Həm də burada bəziləriniz fikirləşə bilər ki, reklam gələndə mənim çoxlu megabaytım gedər, neyniyər? Xeyr, reklam gələndə demək olar ki, çox cüzi bir, necə deyim, megabayt sərf edir. 0,1 deyim, 10.000 deyim, nəsə gözə görsənmir yəni o megabayt. Yəni belə deyim də sizə. Dediyim kimi, əziz dostlar, sizdə Windows neçədə əməliyyat sistemləri XP-dir və yaxud da ki, Android-dir və yaxud da iPhone-dur. Ona uyğun olaraq daxil olursunuz, Play Market-dən yüklüyorsunuz və yaxud da buradan yükləyib telefona da qoya bilərsiniz, göndərə bilərsiniz setup'ın. Mən məsləhət görürəm ki, Gmail telefonu yükləyəcəksinizsə, Play Market-ə daxil olub oradan yükləyin. Belə əziz dostlar. Qaldı ki, pul çıxartmaq barədə, burada pul çıxartmaq üçün finansı olan hissəyə daxil oluruq. Burada balansa daxil oluruq. Buradan çıxardırıq. Bugün internet biraz zəifdir. Buradan seçirik. Ya WebMoney ya PayPal. Mən WebMoney ilə işləyir. Dediyim kimi PayPal Azərbaycanda göndərəndə pul gəlib çıxmır. WebMoney ilə çıxardıram. WebMoney-dən 50 sent olanda pul çıxartmaq olur. Hal-hazırda məndə o qədər yoxdur. Yəni bir neçə dəfə mən çıxartmışam. Artıq demək olar ki 5 gündən 10 gündən bir çıxardıram buradan pul. Hal-hazırda azdır. Yəni çıxarda bilməyəcəm. Pul yəni gəlməyinə narahat olmayın. Maksimum 1 günə 2 günə gəlib çıxır. Elə olur göndərən kimi gəlib çıxır. Yəni pul gəlməyində problem yoxdur. Mən dəfələrlə çıxartmışam və dəfələrlə də vaxtında demək olar ki ən gecə 2 günə gəlib çıxıb. Ən gecə. Amma əksər hallarda elə həmin gün gəlib çıxır pul. Dediyim kimi WebMoney-də 50 sent olanda çıxartmaq olur. PayPal-da 10 dollar. Heç PayPal ehtiyac yoxdur çünki PayPal Azərbaycanda pul göndərəndə gəlib çıxır. Внутренний перевод-da yəni ki bu heç ehtiyac yoxdur. Yəni kiməsə pul göndərmək. Mənim əminəm ki heç kimə pul göndərməyəcək. Belə WebMoney-dən istifadə edin. WebMoney hesabınızı dediyim kimi
Burada təsdiqləmişsinizsə, bir dəqiqə finansı. Burada təsdiqləmişsinizsə varşıdanlı olan hissədə. Yəni yazıb saxlanət vurmuşsunuzsa, elə bu hissədə WebMoney seçən kimi elə burada sizin Z-Cash-tokunuzu göstərəcək. Burada summa yazacaqsınız, tutaq ki 0-dan, tutaq ki 50 sent çıxardı. Perevesti vuracaqsınız, pul sizin hesabınıza köçürüləcək. Belə dostlar, yəni proqram çox sadədir, bir dəfə qeydiyyatdan keçirsiniz. Yəni ən çox mənə xoşuma gələn odur ki, heç bir əziyyət çəkib nəyəsə daxil olub reklama baxmıram və yaxud da reklam izləmirəm, nəyəsə kommentariya yazmıram. Sadəcə proqramı yüklədim telefona, qeydiyyatdan daxil oldum, qeydiyyatdan keçdim, proqramı telefona yüklədim. Bununla da yəni işim bitdi. Yəni qalan işi saytın özü sizin üçün görür. Yəni reklamlar sizə göndərir. Adi bir necə deyim, çox xırda reklamlar da X vuracaqsız gedəcək. Çox əksər reklamlar şəkil formasında olur. Gəlir telefon üzərinə, X vurun getsin. Yəni orada problemi bir şey yoxdur. Onu nəzərə çatdırım ki, əziz dostlar, bəziləriniz deyə bilər ki, mən yüklədim, reklamınız gələ bilənmir. Yəni reklam gəlmək üçün sizin telefonunuz internetə bağlı olmalıdır. Onu nəzərə alın. Ya Wi-Fi ilə, ya mobil nidanlı ilə, yəni telefonunuzda internet açıq olmalıdır ki, reklamlar gəlsin. Belə əziz dostlar, Globus Inter proyekti haqqında bu qədər. Yəqin ki, hər şeyi mən dəqiqliyi ilə izah elədim sizə. Nə isə deyə bilmədim, nəsə yadımdan çıxdısa, kommentariyada yaza bilərsiniz. Həmçinin Gmail ünvanımı yerləşdirəcəm ki, həmin Gmail ünvanıma da suallarınızı göndərəsiniz. Bir də əziz dostlar, daxil olanda birdən sizi birbaşa bu hissəyə atar. Deyəsiz ki, məndə həmin menyular yoxdur axı. Bu reklam, yəni ki, bu kim reklam vermək istəyir, onun üçündür. Bizə əsasən bu hissə maraqlı. Lüd yazılan hissə var, sağ tərəf. Yəni siz daxil olanda bu hissəyə siz daxil olub və baxacaqsınız ki, burada heç nə yoxdur axı. Bu hissə buna daxil olun, lüd yazılıb. Bura daxil olun, yəni insanlar. Yəni burada hamısını göstərəcək sizə. Bu da mənim komandamda hal-hazırda komanda 112 nəfər var. Dedim ki, əziz dostlar, hər gün mən buradan demək olar ki, elə gün olur, çox reklam gəlir, elə gün olur, az reklam gəlir. Yəni, elə fikirləşməyin ki, bu ay mən buradan 50 sent qazandım, gələn ayda 50 sent qazanacam. Yox, elə ay olur, 2 dollar da qazanmaq olur. Baxır, yəni, saytda reklam üzərində qurulduğu üçün reklam kim verir, nə qədər verir, yəni ona görə reklam az və yaxud da çox gələ bilər. Belə əziz dostlar, dediyim kimi yükləyin, yəni telefon boş-boşuna dayana da bilər, sizin üçün pul qazandıra. Belə deyək də, telefon özü üçün necə deyərlər, belə başqa sözlə desək, kontrpulunu çıxardar. Belə deyim də, başqa nətər deyim. Belə əziz dostlar, böyük pullar, bəziləri deyə bilər ki, mən WebMoney hesabı açamıram, WebMoney yoxdur, filan, belə şeylər. Gəlin, bax, sizin üçün adi bir şey göstərim. Hal-hazırda, bax, özüm YouTube-dayım. Buraya yazaq ki, WebMoney qeydiyyat. Daxil olaq. Gördüyünüz kimi, hal-hazırda Azərbaycan dilində nə qədər video var WebMoney-dən qeydiyyatdan keçməyə üçün. Görürsünüz dostlar. Yəni, mənə sual verməyin ki, qeydiyyatdan necə keçim, qeydiyyatdan nətər filan pul göndərim, filan belə şeylər. Yəni, WebMoney haqqında demək olar ki, gördüyünüz 487 nəticə tapılıb. Yəni, həl-hazırda belə deyək də, yəqin ki, bu 487 videonun bir hissə kömək olacaq. Belə əziz dostlar, kanalıma da abunə olmağı unutmayaq. Burada abunə ol düyməsi var. Tıklayıb abunə oluruq kanalıma ki, gələcəkdəki videolardan xəbərdar olaq. Eləcə də dediyim kimi, Globus Interdən qeydiyyatdan keçmək barədə linki videonun altında yerləşdirmişəm. Həmin linkdən daxil olub qeydiyyatdan keçirik. Və Gmail ünvanımı da yerləşdirmişəm. Nəsə sualınız olsa həm kommentariyada, həm də Gmail ünvanıma yaza bilərsiniz. Belə əziz dostlar, videoya baxdığınız üçün bir daha hamınıza təşəkkür edirəm. Çox sağ olun.